Son zamanlar PRP-də ginekologiyada geniş istifadə olunur. Bu barədə danışmaq istəyirəm. PRP trombositlər zənginləşmiş plazmadır. Xəstənin öz qanından götürülür və bu xəstəyə yeridilir. Bu travmatologiyada daha tez-tez istifadə olunan bir maddədir. Yəni özünü doğrultmuş bir maddədir. Aynaqlara vurulur və o birləşdirici toxumanın bərpası üçün istifadə olunur. Ginekologiyada yumurtalıqları deyilir cavanlaşdırmasına görə. Amma baxın, xəstələr bilməlidir ki, bu yenidən ehtiyat yaratmır. Bu olan folikul yetişməsinə kömək edir. Çünki PRP sütun hüceyrəsi deyil. Ümumiyyətlə yumurta hüceyrəsi adi hüceyrədən fərqli olaraq xromosom dəsti 2 dəfə olur. Çünki bu mitoz şəklində yox, meioz bölünməsi nəticəsində əmələ gəlir. Bunlara qametlər olur. Bunlar da say şəklində hər bir qız uşağında ana bətnində bu folikullar əmələ gəlir və müəyyən bəlli sayı olur. Və bu yaşa dolduqca bu yumurta hüceyrələr tükənir və tükənmiş şey yaratmaq mümkün deyil. Bunu xəstələr bilməlidir. Bu maddə ginekologiyada ancaq ona görə istifadə olunur ki, burada böyümə faktorları olduğuna görə yumurtalığın folikulların böyüməsinə, stimulyasiya həssaslığına, stimulyasiyanın hormonuna həssaslığını artırmaq üçün, böyüməsinə kömək eləmək üçün onunla istifadə olunan eksperimental, individual müalicə bir formasıdır.